Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlilərimizin həlak olması, bəzilərinin ağır bədən xəsarətləri alması, habelə 9 nəfərin saxlanılması humanizmlə dəm vuran Rusiya dövlətinin əsl mahiyyətini ortaya qoydu. Hadisə şahidlərinin dediklərindən aydın olan odur ki, maskalı şəxslər onların evlərinə soxularaq heç bir səbəb gətirmədən soydaşlarımızı dözülməz işgəncələrə məruz qoyublar. Baş verənlər, soydaşlarımıza qarşı sərgilənən bu davranış Rus şovinizminin bariz nümunəsidir. Əgər əvvəlki zamanlarda skinheadlər, ayrı-ayrı qruplar, müxtəlif mütəşəkkil cinayətkar qruplarının Azərbaycanlılar hədəfinə çevrilirdisə, bugün birbaşa olaraq prosesin arxasında Rusiya dövləti, Rusiya hakimiyyəti və Rusiya prezidenti dayanır. Azərbaycanlıların Yekaterinburqda hədəfə alınması Bakı ilə Moskva arasında da münasibətlərdə gərginliyin hökm sürməsinə gətirib çıxaracaqdır. Bu yalnız azərbaycanlılara qarşı etnik zəmində törədilən cinayət deyil. Eyni zamanda Kremlin Rusiyanın qeyri-rus xalqlarına qarşı real münasibəti və siyasətidir. Bu cür insidentlər Rusiyada yaşayan qeyri-rus mənşəli vətəndaşların təzyiq altında olduğundan, eləcə də bu ölkədə miqrantlara münasibətin tədricən sərtləşdiyindən xəbər verir. Ekspertlərin fikrincə bu siyasətin başında hakim siyasi dairələr dayanır. Əslində bu əsrlər boyu müxtəlif xalqlara qarşı həyata keçirilən imperiya siyasətinin daha sərt və açıq formaya keçmiş davamıdır. Rusiyanın mövcud daxili və xarici siyasətinin mahiyyətini anlamaq üçün Ukraynada baş verənlərə diqqət yetirmək kifayətdir. Mahiyyət etibarilə əgər bugün Rusiya qardaş Ukrayna xalqına qarşı qəddar siyasət yürüdürsə, Buçada və digər ərazilərdə soyqırımı həyata keçirirsə, onun digər xalqlara qarşı daha qəddar və acımasız davranışı təəccüb doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hələ də qəzaya uğrayan Azal təyyarəsi ilə bağlı Rusiya tərəfindən Azərbaycana heç bir rəsmi izahat verilmir, normal üzrxahlıq edilmir. Eyni zamanda millət vəkili Azər Badamovun Rusiyaya tədbirə buraxılmaması, ondan başqa da Rusiya efir məkanında Salavyov, Margarita Simonyan, Tigran Keosayan kimi bütün ritorikaları yalana, böhtana, şantaja, nifrətə köklənmiş adamların daima Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müxtəlif dırnaqarası fikirlər səsləndirməsi və həmçinin bütün bu hadisələrin fonunda sonuncu olaraq Yekaterinburqda baş verən hadisə Rusiyanın real simasını ortaya qoymuş oldu. Biz Xocalı soyqırımında, 20 yanvar hadisələrində və ondan sonra 30 il ərzində Azərbaycan torpaqlarının işğalı faktorunda da Rusiyanın real siyasi mənzərəsinin və yanaşmasının nə olduğunu yaxşı görmüşük. 1990-cı illərdə Orta Asiya və Qafqazdan olan miqrantlara qarşı qəddarlığı ilə seçilən skinhead dəstələrini xüsusi xidmət orqanları himayə edirdi. Bugünkü Rusiyada isə artıq həmin qruplara ehtiyac yoxdur. Çünki bu vəzifəni birbaşa olaraq polis onun daha açıq, daha qəddar şəkildə icra edir. Rusiya hüquq mühafizə orqanlarının ortaya atdığı etno-cinayətkarlıq anlayışı bu ölkədə digər xalqların nümayəndələrinin cinayətkar kimi təqdim olunmasına hüquqi əsas yaratmaq cəhdidir. Yəni, məqsəd Orta Asiyadan və Qafqazdan gələn insanları əvvəlcədən cinayətkar kimi damğalamaq, ictimai rəyə təsir etmək və gələcək təqiblərə hüquqi əsas yaratmaqdır. Bütün baş verənlər onu göstərir ki, bugünkü Rusiya repressiyaları artıq Stalin dövrünün metodlarını belə geridə qoyur. Fərq ondadır ki, o zaman belə insanlar formal olsa da məhkəmə qarşısında dayanır, Sibir düşərgələrinə göndərilirdi. İndi isə insanları küçədə, evdə işgəncə verərək öldürmək adi hala çevrilib. Nəticə etibarilə Bakı soydaşlarımıza qarşı həyata keçirilən bu cinayət əməlinin araşdırılmasını, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunmasını gözləyir və artıq bu qarşı tərəfin diqqətinə çatdırılıb.